bir Türk xalqı, Türk Bu, millətidir. bu bölgədə kimsələr bu fitnələri salmaqla, ateşləri demək ki, əlovlandırmaqla məşğul olmaq istəyir. Burada utuzan Türk olmayacaq. Olmayacaq, Bizdən şəxsi Türk Türk olmayacaq. Ona görə özləri utuzacaqlar. Özləri də atılacaqlar o yerlərə, harasa gedirlər, getsinlər. Güzel. Bu Cənab Erdoğan bir söz dedi. Dedi, olsalar nə olar, olmasalar nə olar? Nə fərq edir? Millət yerində, hərəkat yerində və bu günləri Urumiyədə millət göstərdi. Bax, bura Urumiyə. Təbriz oradadır ya. Təbriz oradadır ya. Amma Ərdəbil oradadır ya. Ay çıxar sözdən Ərdəbildən şahçılıq şuarı bilə. Belə boş sözlərdirlər. Ərdəbil də göstərib özünü, Mığan da göstərib, Sulduz da göstərib, Urumiya da göstərdi. Burada şaka deyil. Burada 40 milyondan, 30 milyondan söhbət gedir. Ona görə və artıq danışanda deysən Tehran, daha o dünənki Tehran deyir 7 milyon orada Türk. Orada demək ki, ayağınızı dəng atmasaz, aynən gedirik Qəzvinə tərəf, elə o türlər səni yaxoy orada atacaq. Hara gedirsən sən? Hara gedirsən? Az sənin çantanın içinə baxım. Ora nədir qoyubsan sən? Dəmir alat qoyubsan deyəsən. Qəzvinə niyə gedirsən sən? Pakistana niyə gedirsən sən? Geçdi 45-ci illər zat. Hansı mallacığaz gələ Quran saxlaya altından belə gedir. Hamısı qulağınız kəsilər. Çox yaşayın sayın əziz təyirlərdə. Çox gözəl bir danışıq oldu. Sizdən öz minnətdarlığımı bildirirəm və belə dəyərli dostlar ki, oturdular bizi canlı olaraq izlədilər və daha sonra da yenidən başqa zamanlarda bizi izləyəcəklər. Demək olar danışıqlarımız davam tapacaqdır. Ən həssas zamanlardayıq, ən tarixi baş verən olaylar zamanındayıq İran-Amerika arasında. İndi bizim təşkilatlarımız vardı. Təşkilatlarımız, mən belə düşünürəm, işbirliği daha çoxaldıblar, işbirliğə girirlər üçün dediyim kimi ən həssas zamandayıq. Sən özünə təqdirdəz Güney Azərbaycan Demokratik Türk Birliyi də bugün bir bəyaniyyə verdi. Mən bəyaniyəni bu danışığın əvvəlində bir xülasə olaraq dedim. Bir çağırış idi partiyalar tərəfinə, özəlliklə eşit olan partiyalar və ziyalılarımıza, aktivist fəallarımıza ki, Kürt terroristi qruplarla işbirliği aparmasınlar və əgər bu işbirliği davam versələr, xiyanətlik sayılır. Mənim nəzərimdə yaxşı bir bəyaniyyə idi. Əlbəttə mən elə düşünmürəm. Təşkilatlarımız da bu Urmu məsələsindən sonra, Urmuda baş verən etirazın açıdan sonra daha bu Kürt qruplarına çox yaxınlaşsınlar. Gerçəkdən Nəzər müəllim, bu Güney Azərbaycan Milli Hərəkatı özü bir böyük opozisiyondur. Özü böyük bir qüdrətdir, böyük bir gücdür. İndi 40 ildir opozisiyon bütün gücün qoyub. Cumhur İslami bütün gücün qoyub. Mücahidlər bütün gücün qoyub. Bu hərəkatı özləri ilə yol bir eləsinlər. Bu Güney Azərbaycan hərəkatı özlərinə tərəf çəlsinlər. Cumhur İslami özür. Hər zaman istəyibdi deyə bəli, türklər mənləndirə və bu inqilabı türklər eləyib, türklər saxlayıb. Opozisyon hər zaman o boşluğu özündə göstərib ki, Azərbaycanlılar bizə niyə qatılmır, niyə bizim aksiyalarımıza, etirazlarımıza. Mücahid xalqlar bir gün gəlib televiziya yaradırlar, bilmirəm, medialar yaradırlar. Kürtlər hər zaman bizdən öz qorxularını şikizlətməyiblər, dilə gətiriblər. Bilmirəm, opozisyon ya Cumhur İslamı hər zaman gələk Kürtlərdən bir kart olaraq, Kürt kart olaraq istəyiblər, oynasınlar, göstərsinlər. Əgər biz belə bir qüdrətə sahibiq, əgər belə bir gücümüz var, bizim mən bilmirəm, bəzi təşkilatlarımız nə anlama gəlir, nə ehtiyacı var, getsinlər opozisyonla bilməm işbirliği aparsınlar. Bilmirəm, mücahid xalqların işbirliği. Axır zaman içdən özün bir qüdrətsən, zaman içdən özün 40 milyonsan, zaman içdən özün bir gücsən, zaman içdən özün bütün olaylar sənin əlindəsən, bir an dəqiqədə, an saniyədə bütün olayları dəyişirsən. Nümunəsi, örnəki Urmu məsələsidir. Heç kəs fikrini də eləmirdi, heç partiya düşünmürdü, heç Cumhur İslamı özü də bilmirdi ki, bir anda böyük bir millət, 500 minə yaxın millət höküzəcək eşiyə. Öz haqqından difa edəcək. Ay mənim qardaşım, ay mənim aktivim, ay mənim təşkilatım, Güney Azərbaycan Milli Azadlıq Təşkilatının adına çalışırsan. Bu günlərimi Kürt məsələsinin, Kürtlə işbirliği bütün bir qoy qırağa, opozisiyonla da işbirliği qoy qırağa. Sən özün bir gücsən, gücdə sahibsən. Bütün Əjdər müəllim dediyi kimi bütün bu qüdrətlər hamısı bugün Fox zoom ediblər Güney Azərbaycan Azadlıq Hərəkətinə. Sən də gedirsən başqasına qul olmaq istəyirsən, başqası ilə işbirliği aparmaq istəyirsən. Yericəsi otururuq, yericəsi onlarla da danışıq aparırıq. Amma indi mən öz haqq hüququmdan keçəm. Görəm hələ onlar mənə demokratik səviyyəsində nə verəcək? Baba onun qorxusu bu indi bu biz istiqlaliyyətimizi əldə edək. O qorxur səndən danışmağa gəlir. Yoxsa mən 40 ildir niyə səni saymırdı? 40 ildir niyə səni heç bir danışığına çağırmırdı, heç bir mediasına çağırmırdı? Ancaq çox yaşayın dəyərləcilər bəyəlim və digər dostlar. Danışığımız sona bitdi. Bilmirəm, əgər bir xülasə olaraq 2 dəqiqə, 3 dəqiqə istəyirsə bir şey deyəsiniz, yoxsa... Araz bəy. Bunların çoxusu bu Azərbaycanda olan bu milli hərəkatın mahiyyətini bilmirlər, bilmək də istəmirlər. Əlkəndilər, axsaqdılar. Ondan iflicli beyinləri, paraliz olub beyinləri. Hələ də kommunistlər düşərgəsində, dinçilik düşərgəsində filan düşünür. Çağdaş dünyanı görmək istəmirlər. Hələ də demək ki, yenə də bunlar bu yandan filan fərqi usul idarəsinə bu meynləri axtarırlar. Bunlar filan, ona görə də bu Azərbaycan türkünün senaryosudur. Bu Azərbaycan türkünün milli hərəkatıdır. Bu Türk dünyasının altın körpüsüdür, qızıl körpüsüdür. Necə ki, kiçik Azərbaycan dəyişdiyi küllü Qafqazları,
Türkiyəni, Balkanları etkilədi Azərbaycanın yenidən bağımsızlığı bərpası. Və bu böyük Azərbaycandır, bunu da hamı bilir. Bu yerindən qayıdıb gedib ay farsla, ay kürdlə, ay kimsə ilə, erməni ilə əl-ələ verməyəcək. Kimsəni də dənizə dövməyəcək, amma Azərbaycan torpaqlarından çıxardacaq. Ona görə də mən söyləmişəm, yenə deyirəm. Aynən kürdlə evlənmişəm. Mən illər bundan qabaq elə də söyləmişəm və deyiblər Avropadan demişəm, televizyon o zamanlar. Demişəm evlənibsən, xalasıyla qızın farslı, boşa geçsin də. Sənin dərdin bu deyil. Əgər səni yetkiləyirsə, kimdir, dava indi bu dönəm, bu 21-ci əsr azad və əsarətdə olan millətlərin bağımsız olması dövrüdür. Bağımsız dövlət yaratmaqları dövrüdür. Azərbaycan, Türkiyə birinci sıradadır, 40 milyon. Və bu hərəkətə gələndə bunun qarşısında kimsə dayana bilməyəcək. Kim gələcək o buna? Əslən mən o təşkilatlara, o başqa fikir sahiblərə mən örnəyim budur, sözüm budur. Bu hərəkət o qədər böyükdür, o qədər geniş halətində. Səncə bu hərəkətin içində kommunistliyin qabağa apar? Əslən sənin düşüncən kommunistlik, düşüncən demokratik səviyyəsində, düşüncən federalizmdir. Sən gəl Güney Azərbaycan Milli Azadlıq Hərəkatının içində fəaliyyət elə. Sən gedib farsdan niyə bilmirəm kommunistliksən? Bu cənab Erdoğan bir söz dedi, olsalar nə olar, olmasalar nə olar? Nə fərq edir? Millət yerində, hərəkat yerində və bu günləri Urumiyədə millət göstərdi, bax bura Urumiyə. Təbriz oradadır ya. Təbriz oradadır ya. Ana Ərdəbil oradadır ya. Ay çıxar sözləm Ərdəbildənəm. Şuar, şahçılıq şuarı belə boş sözlərdirlər. Ərdəbil də göstərib özünü, Mığan da göstərib, Sulduz da göstərib, Urumiya da göstərdi. Burada şaka deyil. Burada 40 milyondan, 30 milyondan söhbət gedir. Ona görə və artıq danışanda deyirsən Tehran, daha o dünənki Tehran deyir 7 milyon orada Türk. Orada demək ki, ayağınızı dən yatmasaz, aynən gedirik Qəzvinə tərəf, elə o türklər səni yaxoy orada atacaq. Hara gedirsən sən? Hara gedirsən? Az sənin o çantanın içinə baxım. Ora nədir qoyubsan sən? Dəmir alat qoyubsan deyəsən. Qəzvinə niyə gedirsən sən? Pakistana niyə gedirsən sən? Geçdi 45-ci illər zat. Hansı mallacığaz gəlir, Quran saxlaya altından belə gedir. Hamısının qulağı kəsilir. Ona görə Təbriz bazarlarından, Ərdəbildən, Muğandan, ondan sonra demək ki, Zəncandan, bunların hər yanında orada Kürdün idəyəni var, Farsın var, çıxartmalısan. Bunlarla alış-veriş eləməyin. Ay gedirlər demək ki, o Ərbildən, o dağlardan, silahla, bir qədər demək ki, çaydan, maydan gətirib doldururlar Təbrizin bazarına, Parsadan, nəmləmədən, hamısını demək ki, filan yerində bir dənə təbii qovalamaq. Niyə? Ay kimsə çıxıb deyəcək, axı bunlar da insandır, insan yesin. Niyə biz gələ demək yetim nəvazıq? Və bunlar başqa niyyət ilə gəlirlər. Silah gətirir, hazırlaşır, savaşa hazırlaşırlar. Öz içimizdən istəyirlər ki, bir avuz gələrlər, sonra çıxardarlar, o hansı da adını da çəkmirəm, adını çəkmirəm. Çıxar da deyəcək ki, Azərbaycan ayaqdır, Kürdistana dayaqdır. Nə? Nə danışırsan sən? Ortaya 4-5 nəfəri atıracaqlar. Biz gəlmişik, baxın görün, Türk dünyası nə günə qalıb ki, 4 dənə Kürd sığaz gələcək, jənə azadə, Türk qadını hansı Kürd sığazlar istəyirlər, azad edələr. Dəsin kəlləzə. Sən bu Türk öz qadını da azad edib, o qadın da döyüşüb, didişib, azad olub, çoxdan yuxuda edir. İndi çəkilir Kürdlər gəlir, bizə demokrasi gətirir, burada qadınlarımızı azad edir. Qadınlar namus oğrusudurlar. Bunlar demək ki, tapovçudurlar. Hələ gəlib torpaq istəyirlər. Ona görə ki, bunları demək ki, Azərbaycanın iyiləyən hər yana addım basıblar, oradan çıxartmaq lazım. Bunlarla alış-veriş, bunlarla aynən nə deyəsən, münasibət qədnənin səbəbi, nə filan deyil. Elə söhbət. Mən tanıyıram da bəzi adamları. Ha demək ki, ay filan gəz, bizim evimizdə da sazmanı millərdir, birləşmirlər. Elə bizim də gəlinin biri Kürddir. Ha nə? Evində Kürdlə qayırır səni. İndiki halda biz başqa durum diyor. Ha, bax, bir zaman olanda, hansı bir zamanda. İndi başqa durumda yox biz. Biz yaşadıq bunu, gördük burada bu ermənisindən. Erməni bu Azərbaycanda çörəyin yeydi. Həmin erməni qız, qadın gedirlər, Azərbaycan otobusunu partlatdılar. Azərbaycan metrosunu partlatdı. Mindi Moskva üzərindən gəldi, Azərbaycandan casuslıq elədi. Mən bunu dəfələ demişəm, əlbəttə ki, mən deməklə də bu tarixdir və elə Google-də də silsiləcə Sulduz olaylarının gəlir. Sulduzda 58 olaylarında Bədəli ailəsində biri Bədəli şöhrətlər, Bədəlidir, soyadları. Hala gətirib bir Kürdü orada evində işlədirmiş, fəhlə eleman. İşlədirmiş. Elə ki, nə vardır, Kürdlər indi Sarıdaşdan, Sərdəşdən uzaqdan bu iş zamanı, çölçülük zamanı gəlirlər Türklərin evində işlərlər. Yəni o, üçün Türklərin Sulduzda Türklərdən fəhlə azdır, eleman azdır. Məcbur olaraq bu alma-malma dərməği Kürdlərdən gətirirlər. Sərdəşdən, soyuqlaqdan, bilmirəm, axınıb gəlirlər, orada çadır-madır qurarlar, işlərlər. Bəzi maalesef, bəzi Türklər də sonra bunlara yavaş-yavaş ev verirlər, oradalar ev sahibi edirlər, onlar da bir gün gələr öz gözümüzə tikan olurlar. Onlar heç elə. Bu 58 dolarlarında bu insan için buna sürah verirdi bu Kürdə. Sürah verirdi, yeməğin verirdi, pulun verirdi. Bir an eşitmişdir ki, Kürt, Türk davasıdır, Kürdlər gəlir. Bu Kürt nacağı götürüb Bədəli ailəsindən 11 nəfər uşaqlı böyüklü doğramışdı.
Bunu vursaz elə Bədəli ailəsi Sulduzda elə çıxar. Bu Sayın O Ay Sahib bəy, Sayın Araz bəy, biz deyəndə ki, bu savaş öncəsi hazırlıqdır, bunlar görürlər, savaş öncəsi. Biz yerimizdə oturaraq, Türk olaraq, durub ona tamir atmırıq ki. Bu hər şey göz qabağındadır. Hər şey göz qabağındadır. Bunlar görün nə qədər proqramla qabağa gəlmişlər. Yəni demək, bunlar gəlib PKK yaradıb, bunlar gəlib demək ki, PKK-nı gətirib ora, bunlar gəlib Nəmçika Komelə yaradıb, filan. Yapılanıblar hər yanda. Və sonra dilə gətirirlər şəhərlərimizi, toprağımızı, özləri də gəlirlər, yerləşirlər, cüvələyirlər, doğuşan kimi. Bəli, dəqiqən mən bunları özümdən deyim. Bunun sabah qarşısında kim duracaq? Təhsə bir millət, o da Azərbaycan. 2 dənə önəmli söz deyəcəyim. Çox önəmlidir sözlər. Bir gün qabaqdan gətirib Sulduzda, onlar ki, Kürddirlər, Kürd ailəsidirlər, Sulduz məntəqəsində var imişlər, bütün qapılara qırmızı boyamışdılar. Bütün Kürdün evdə Kürdlər özləri. Burada Kürd yaşayır, gecə soyqırım yaradılmışlar, gecə Türklər öldürülmüşlər. Bilsinlər bu evdə qırmızı kirələnib, bilsinlər bu evdə Kürdlər və o evə girməsindir. O evin ki rəngi yox idi, qırmızı rəngi yox imiş. Deməli, bunları mən özümdən demirəm, amma bu tarixdə Sulduzda olub və bunu oxuya bilərlər dostlarımız. Bütün qapıları, qırmızı qapıları Kürdlər ki var, qırmızı boyamışdı ki, burada Kürdlər bunların işi olmasın və gecə tökülün, bu açığa keçiriləcəkdilər Fərvərdində, Əli Saçılarında. Sonra Türklər kullan öldürün. Bu məsələlərdən sonra ki, Türklər ayaq idilər, ancaq bu məsələni də atlatdılar və Kürdləri bir həftə orada savaşdılar, hətta silah olmaya. 15 min o zaman eşikdən gələn Kürdlər silahlı, 8 mindən, Sənəndəzindən, hətta Ərbildən, Əraqdan gələn Kürdlər istəymişlər gecə orada bütün Türklər soyqırım qırsınlar. Sonra mən bir nəfərlə ki danışırdım, indi Türk idi. O zaman hala nə üçün qaçıb girmişdi bu Hizb-i Demokratın içinə? Türk idi özü. Hala indi də qalır, indi də həyatdadır. Bu deyir, biz gəlirik ki, şəhərlərin ətrafına, deyir, hala biz Kürt qrupun içindərik də, məcbur olan reytan eləyəcəkdik. Əjdər müəllim, tərəf qalır, onun ağzından deyirəm. Deyib, Türkü ki, patates açıb, badımcan açıb, hər nə açıb, deyib 1 kilometrdən, 500 metrdən, deyib 2 dənə Kürt silahla onu nişanəyə alırdılar. Deyirlər, badımcan deyib bölüdür öz aralarında, domates. Deyirdi, hansı 2 dənə Kürdü ki var, hansı o Türkü tez vursa, bu domates olundu, bir dənə domates. Yəni Kürt terörist qrupu bir dənə domatesin üstündə, bir dənə badımcanın üstündə, bir dənə patatesin üstündə, bir dənə Türküləri öldürdü. Şu Türkü ki, heç nə silah var, nə bir şey, öz bağında, yerində. Bir şey əşir, məşğuldur. Deyir, 200 metrdən, 300 metrdən, 500 metrdən, deyir, bizə dururlar, deyir, biz dəstək deyəmədik, deyir, etiraz etsək, bizi də öldürdülər. Hala sonra bunlar ayrıldılar, gəldilər, oldular, eləyində hərəkətlərdə fəaliyyət edirlər, vardılar da, yaşayırlar da. 2 nəfərdirlər. Bu da deyənlər olan biri idi. Yəni, istəyirəm deyəm, mənim qardaşım, bunlarla heç vaxt işbirliği aparılmaq olmaz, bunlara inanılmaz, bunlara inanmaq olmaz. Bunlar daldan vurarlar, bunlar arxadan vurarlar, bunlar gələrlər, səndən qonşuluq edərlər, səni tanıyarlar. Hətta bir dənə ən son projeləri bu İdəclər müəllim, bunlar Hizb-i Demokrat Pejaj buradan istəmişdi. Hər Kürt, o Türkün evində neçə dənə Türk yaşayır, neçə dənə Gəncə var, neçə dənə Cavanı var, onları bildirsin və gəlsinlər bizə desinlər. Yəni bunlar, siz dediniz kimi, bizim təşkilatlarımızın nə qədər hazırlıq var, biz nə işlər görə bilirik. Elhamdülillah, şükürlər olsun, indi bizim çox hazırlığımız var, bunlar tarixdə olmuşdu, tarixdə qaldı. Amma biz indi onlardan daha güclüyük, bu olmasın ki, qorxu yaratsın. Yox, biz elə 58 dolarlarında onları göstərdik, tarixi dərsi vurduq, verdik. Elə ki, də onlar istəsələr bir öz yorğanlarından qışlarını uzatsınlar, biz onların qışlarını kəsərik, qollarını da kəsərik, onları da bilirlər. Yaxşı da bilirlər. Bu propaganda da aparırlar, biz Türkiyəllik savaş elərik, öldürdük. 40 il bundan qabaqda köhnə Kalaşnikovla. Əgər silah ehtiyac olsa bizim elə orduda ondan güclü silahlarımız var, o silahlar elə bizimdir. Əgər bir Türk xalqı, Türk millətidir. Bu bölgədə kimsələr bu fitnələri salmaqla, atəşləri demək ki, əlovlandırmaqla məşğul olmaq istəyir. Burada utuzan Türk olmayacaq. Olmayacaq, şəxsin Türk olmayacaq. Ona görə özləri utuzacaqlar, özləri də atılacaqlar o yerlərə, harasa gedirlər, geçsinlər. Ancaq Mövlanada bir hizbizat var, bölüm var, Farsça deyib, ancaq onu deyirəm. Atla bir adam yolu keçirdi, gördü birisi atıb ağacın altında. Horub deyir. Atla gəldi, dayandı, bunu bastı qamçıya. Adam ayıldı, gördü at başının üstünə bəmbəsini qaldırıb. Qamçı deyir, dedi, ay kişi, ay müsəlman, yolundan gedirdi. Nə oldu məni yaxa? Məni niyə vurdu? Dedi, dur, qaç. Ay yalvardı, ay filan yalvarıram, vurma mən dedi, vurdu. Gəldilər, yetişdilər bir ağaca, alma tökülmüşdü, alma qızqırmış. Külək dəyir, günəş dəyir, dedi, ye. Dedi, ay müsəlman, o yeməli deyir, o dedi, ye, sənə deyirəm, ye. Bastı qamçıya, yedizdirdi, 2 nədə vurdu, bu yalvarır, sıdqayır, dedi, qaç. Və qaçırdı, dedi, axır qay, dedi, qaçdı, çox qaçandan sonra axır qaytardı. Qaytaranda ağzından bir ilan düşdü. Dedi, gördün, səni ona görə tap deyirdim.
yatmışdın, ağzın açıq qalmışdı. İlan ağacdan sürüşdü, girdi ağzından. Desəydin qarnında ilan var, qorxacaydın, ilan səni Qorxacaq. qarnından salacaqdı. Bunların hərəsinin qarnına bir dənə kommunizmdən, tudədən, əksəriyyətdən, bir dənə dinçilikdən, bir dənə başqa zatdan bunların qarnında bunlar hələ qalıb. Hərəkat deyəndə, millət deyəndə bunlar bu milləti qəbul etmək istəmirlər. Urumiyədəki o şapalağı görmək istəmirlər. İstəyirlər özlərinin o yanlış, ahmaq, o keçmiş düşüncələri əsasında milləti, hərəkatı döndərələr. Sonra da gedələr, qol-qola oturarlar filan şəhərlərdə, İsveçlərdə, Almanlarda. Onların pasavralarının altında nə görərsiniz? Görürsə biz nə qədər ağıllı siyasətçilər idi ki, hamımız bir yerdə otururuq və kül deyib kül eşidirik. Amma millət belə şeylərə ki, etmir. Taraz millətdir, millət taraz deyir. O da millət də şapağını qoyanda bunlar bir dəfə baxıb görürlər ki, aha tubancaq qalıb. O da ki, nə də söyləyirəm. Təşəkkür edirəm Sayın Araz bəy. Sonuncu sözüm budur ki, Taraz millətdir, əsas millətdir. Bu millətdir, Azərbaycan türküdür. O demək hər şeyi nizamlayır. O da əsas göstərir nə mənədir. Və belə də çıxdı, kim üzü yağ çıxdı, kimlər üzü qara çıxdı. İndi getsinlər, ay Leninin məzarını tapsınlar, Lenin olmayanda Putinin qabağında şam yandırsınlar. Getsinlər, ay demək ki, İrançı mücahidinin, hansının demək ki, Mustafa Zadənin, kimsələrin demək ki, şam yandırsınlar. İlimli dinçilər, Xatəmidən, ondan sonra filandan özləri bilərlər. Amma bu millətə, bu türk millətinin gəlib gücü, yumruğunu görəndə onda da özləri bilərlər. Təşəkkür edirəm. Var olasınız. Hər vaxtınız biz bunların Əjdər müəllim şahçısını da gördük, islahatçısını da gördük, karguzarını da gördük, bilmirəm, islahatçısını da gördük, çəpini də gördük, solunu da gördük. Bunlardan bizə qardaş olmaz. Özümüz öz taleyimizi demək olar əldə etməliyik. Özümüz öz fikrimizdə olmalıyıq. Türkiyədə, Sayın Araz bəy, Türkiyədə bir cümlə var. Biz yerə dalacaqsınız kameraya. O Türkiyədə bir dənə cümlə var. Deyir, gələcəyiniz vardırsa, görəcəyiniz də var. Gələrsiniz. Yəni bu hər şey öz içindədir. Orada da, o bölgədə də ki, hər şey, o fırtına ki gəlir, hər şey demək ki, qaçacaq demək ki, vurub qaçır. Onda demək ki, çox adamlar da görəcəklər. Nə olacaq. Təşəkkür edirəm. Var olasınız. Tanrısı qorusun. Ailəyə salam söyləyin. Mən təşəkkürümü bildirirəm dəyərli Əjdər müəllimdən, Cümhuriyyət Azərbaycan Demokratik Türk Birliyinin başqanı və ha belə siz sevgili soydaşlardan YouTube danış dinlərsiniz. Hamınıza Allah tapşırıram. Sağ olun. Yaşayın.